Hamar nazik sferanın mərkəzində tərpənməz nöqtəvi müsbət yük yerləşdirilib. Mənfi yüklənmiş kiçik tirci üfüqi diametrin sonundan sferanın kənarından olmaqla sükunət vəziyyətindən sərbəst buraxılır. Tircik sferanın ən aşağı A nöqtəsində səthdən qopur. Tirciyə təsirən kulon qüvvəsinin qiymətinin ağırlıq qüvvəsinin qiymətinə nisbətini hesablayın. Kulon qüvvəsinin qiymətinin ağırlıq qüvvəsinə nisbətini hesablamalıyıq. Deməli, A nöqtəsində olan tirciyə təsir edən qüvvələr ağırlıq qüvvəsidir. Şaquli aşağı doğru yönəlir və müsbət yükə doğru kulon qüvvəsi ilə cəzb olunur. O da yuxarıya doğru yönəlmiş olacaq. Deməli, A nöqtəsində tirciyin qopub düşməsi üçün ona təsir edən ağırlıq qüvvəsi kulon qüvvəsindən böyük. Ən az ona bərabər olmalıdır. İndi bizim tirciyimiz bu nöqtədən hərəkət eləyərək A nöqtəsinə gəldiyinə görə, yəni müəyyən bir sürəti olduğuna görə A nöqtəsində əlavə bir qüvvədə, yəni mərkəzdən qaçma qüvvəsi də olmuş olacaq. Deməli, ən aşağı nöqtədəki kulon qüvvəsi ağırlıq və mərkəzə qaçma qüvvələrinin cəminə bərabər götürə bilərik. Burada məsələdə qeyd olunmuyub, sürtünmə yəqin ki olmayacaq. Onda biz ifadəmizi, yəni kulon qüvvəsinin ağırlıq qüvvəsinə nisbətini tapası olsaq, F ağırlıq plus F mərkəzdən qaçma qüvvəsi bölünsün F ağırlıq, yəni mg plus ma bölünsün mg. Bu m'lər ixtisar olunsa olacaq j plus a bölünsün j. İndi bizim tirciyimiz bura müəyyən bir hündürlükdən gəlib. Hündürlük bu çevrənin radiusu qədərdir. Deməli, tirciyin potensial enerjisi mgr A nöqtəsinə çatanda onun kinetik enerjisinə çevrilmiş olur. Buradan v kvadratı olacaq 2jr. İndi bizim bu ifadəmizin davamını yazsaq, j plus a bölünsün j. J plus a-nın yerinə v kvadratı bölür mərkəzdən qaçma təcili olaraq yazsaq, j plus v kvadratının yerinə 2jr-in ifadəsini yazsaq, onda r-lər ixtisar olunacaq, j plus 2j. Cəmisi olacaq 3j. Yəni 3j bölünsün j bərabər olacaq 3-ə.